Salam dostlar. Bugün keçən dəfədən söz verdiyim kimi praktiki stoy metodu daxil elədiyim bir videoyla qarşınızdayam. Mənə elə gəlir ki, bugünkü video bir çoxlarına, bəlkə də hamıya maraqlıdır. Çünki mövzumuz belə adlanır: başqaları haqqında nə deyər? Mən elə bir ailədə böyümüşəm ki, orada başqalarının fikirlərinə, qohumların, qonşuların fikirlərinə həmişə əhəmiyyət veriblər. Və evdə bu söz tez-tez eşidilirdi: cəmaatdan ayıbdır, qonum-qonşu nə deyər? Hətta onu deyim ki, məsələn, mənim atam bacılarıma və mənə icazə vermirdi ki, məktəbdən qaydanda oğlan sinif yoldaşlarımızla bir yerdə məhəllədən keçək. Çünki fikirləşirdi ki, qonşular görər və haqqımızda hansı söz deyə bilərlər. Mən indi bilirəm ki, Gen Z bu videoya baxırsa deyir ki, bu nə danışır? Bəli, əziz Gen Z, biz belə dövrlərdən keçmişik. Mənə elə gəlir ki, bizim ailəmiz unikal olmuyor bu cəhətdən. Bizim cəmiyyətdə, hətta onu deyim ki, Amerikada da bir müddət yaşamış bir insan kimi deyə bilərəm ki, ən müasir hesab etdiyimiz cəmiyyətin özündə belə insanlar hansı addımları atanda başqalarının fikirlərinə əhəmiyyət verirlər. Məsələn, hansı ixtisası seçim, harda işləyim, hətta kiminlə evlənimə qədər qərar verəndə insanlar başqalarının fikirlərinə əhəmiyyət verirlər. Və təsəvvür eləmək çətin deyil ki, belə bir insan öz dəyərlərinə, arzularına, istəklərinə uyğun yaşamadığı üçün xoşbəxt olmur və daim təşviş içində olur. Bugün mən sizə belə bir təşvişli insandan necə demək olar ki, başqalarının fikirlərinə əhəmiyyət verməyən, laqeyd bir insana çevrilmişəm, ondan danışacağım. Bu mövzu barədə mənim perspektivimi tamamilə dəyişən, illər əvvəl qarşıma çıxan bir məlumat olub. Deməli, Brüsseldə Kral İncəsənət Museyində Peter Bruegel de Elder tərəfindən çəkilmiş İkarın Düşmə Mənzərəsi adlı bir əsər nümayiş olunur. Bu arada bu əsərin müəllifi və onun çəkilmə ili barədə müxtəlif şübhələr və fikirlər var. Amma bugün bizim mövzumuz bu deyil. Bizim mövzumuz bu əsərin bizə ötürmək istədiyi fəlsəfi mənadır. Əsər öz mövzusunu götürüb Yunan mifologiyasının motivlərindən, belə ki, usta sənətkar Didal və İkar Krit adasında həbsxanaya salınır və oradan qaçmaq üçün Didal oğluna və özünə tüklərdən qanat hazırlayır və onu mumla bədənlərinə yapışdırır. Uçmaq üçün o oğluna iki məsləhət verir. Birincisi deyir ki, dənizə yaxın uçmasın, çünki suya yaxın uçanda rütubətdən qanadlar ağırlaşacaq və qırılacaq. İkinci oğluna məsləhət görür ki, günəşə yaxın uçmasın, çünki bu zaman mum əriyəcək və yenə qanadlar qırılacaq. İkar uçanda atasının məsləhətini unudur və euforiya qapılaraq günəşə o qədər yaxın uçur ki, mum əriyir və onun qanadları qırılaraq o suya düşür və ölür. Bu əfsanənin mənasını müxtəlif cür yozurlar. Məsələn, deyirlər ki, Didal oğluna dənizə yaxın uçma deyəndə ona deyir ki, heç vaxt aza qani olma və daha çox çalış, daha çox səy göstər. Yaxud da günəşə yaxın uçma deyəndə oğluna demək istəyir ki, heç vaxt lazımından artıq qürrələnmə, çünki təkəbbür səni məhvə aparacaq. Amma əsərin bizə çatdırmaq istədiyi fəlsəfi məna fərqlidir. Biz əsərə baxanda görürük ki, orada əsərin mərkəzində bir cütçü öz kötanını sürür. Ondan qabaqda bir çoban ətrafında qoyunları səmaya baxıb nəsə fikrə dalıb. Sağ tərəfdə gəmi öz yolundadır və ondan da sağda biz batmaqda olan İkarın, son nəfəsini verməkdə olan İkarın ayaqlarını görürük. Əsərin bizi ötürmək istədiyi məna ondan ibarətdir ki, İkar üçün bu qədər əhəmiyyətli olan bir hadisə, yəni artıq o can verməkdədir. Belə bir əhəmiyyətli hadisə başqaları üçün elə də əhəmiyyətli deyil. Yəni orada cütçü öz kötanın hayındadır, çoban öz qoyunları barədə düşünür, gəmi öz yoluna davam edir və heç kim İkara əhəmiyyət vermir. Və bu əsər mənim qarşıma çıxandan sonra mən başa düşdüm ki, əslində biz elə bilirik ki, insanlar daimi olaraq bizim barəmizdə düşünürlər. Bu belə deyil. Hamı özü haqqında fikirlərə qapılır. Psixologiyada buna spotlight effekti deyilir. Yəni biz elə bilirik ki, biz bu saat səhnədəyik, bütün səhnə işıqları üzərimizdədir və hamının diqqəti ancaq bizdədir. Bu egosentrizmlə irəli gəlir, amma əslində bu belə deyil. Yəni hamı özü ilə bağlı fikirlərə qapılır və heç kəs bizim düşündüyümüz qədər bizim barəmizdə düşünmür. Və bu əsər qarşıma çıxandan sonra məndə nələr dəyişdi? Məsələn, bir də görsən elə olur ki, mən iclasda hansısa bir sözü dedim, gülünc bir vəziyyətə düşdüm. Və əlbəttə ki, uzun müddət başlayırsan düşünməyə ki, ay niyə belə oldu, indi mənim haqqımda nə fikirləşəcəklər. Bir də görsən gecə saat 12-də oyanmısan və fikirləşirsən ki, bugün iclasda biabır oldum. Belə olanda mənim ağlıma
İkarın düşmə mənzərəsi gəlir və mən fikirləşirəm ki, bu saat, gecə saat 12-də heç kimə mən lazım deyiləm və heç kim oturub fikirləşmir ki, bugün səhriyə iclasda nəsə dedi, gülünc bir vəziyyətə düşdü. Bizim sevimli stoik fəlsəfəsinin filosofu, yaradıcısı Zeno da Spotlight effektindən əziyyət çəkirdi. O çox utancaq idi və həmişə insanların qarşısında biabır olmaqdan çəkinirdi. Bunu bilən müəllimi Krates bir dəfə ona məsləhət görür ki, əlində şorba dolu bir boşqabla izdihamlı bir bazara getsin və orada gəlsin. Zeno belə də edir və bazarın ortasında o başa düşür ki, əlində şorbayla çox gülünc görünür və utandığından başlayır boşqabı şalın altında gizlətməyə. Krates bunu görür və bilərəkdən şorbanı Zenonun üzərinə dağıdır və Zeno çox utanır və utandığından qaçaraq oradan uzaqlaşır və bu zaman Krates onun arxasınca məşhur sözlərini deyir. Səninlə dəhşətli heç nə baş verməyib. Bu ifadəni çox sevirəm və belə şeylər baş verəndə həmişə yadıma salıram ki, mənimlə dəhşətli heç nə baş verməyib və bunun mənim düşündüyüm qədər şişirtməyə ehtiyac yoxdur. Rəvayətə görə Zeno bu hadisədən sonra özünün xarici təsirlərə qarşı laqeyd olma doktrinasını yaradır. Və biz bilirik ki, stoik fəlsəfəsinin məğzi məhz ondan ibarətdir ki, xarici təsirlər öz-özlüyündə heç bir əhəmiyyət kəsb etmir, ta ki biz onlara hansı bir məna əlavə etmirik. Eləcə də başqa insanların fikirləri o vaxta qədər əhəmiyyətsizdir ki, biz onlara hansı əhəmiyyət veririk. Bu mövzu ilə bağlı sizinlə bir stoik praktikasını paylaşmaq istəyirəm. Bu ümumiyyətlə stoik fəlsəfəsinə giriş etmək üçün, bu fəlsəfəni praktik etməyə başlamaq üçün çox yaxşı bir məşqdir. Hansı ki, onu Marcus Aurelius edirdi. Buna deyirlər Platon baxışı, yaxud da quş gözü baxışı, yaxud da kosmik baxış. Necə etmək lazımdır bunu? Tək mən indi oturmuşam stulda və gözlərimi qapayıram və təsəvvür edirəm xəyalən oturduğum yerdən yuxarı qalxmışam və özümü yuxarıdan izləyirəm. Daha sonra bir qədər yuxarı qalxıram. Deyək ki, mən indi bir mənzildəyəm və bu binanın üzərinə qalxıram və bu binanın üzərindən üzümə baxıram və başa düşürəm ki, mən bu binada yaşayan onlarla sakindən biriyəm. Daha sonra deyək ki, Bakı şəhərinin üzərinə qalxıram və başa düşürəm ki, Bakı şəhərində yaşayan milyonlarla sakindən biriyəm və hal-hazırda burada hansı hadisələr baş verir, doğum, ölüm, qəzalar, toy baş verir və mənim yaşadığım milyonlarla insanın yaşadığından sadəcə biridir. Və daha sonra ölkənin üzərinə qalxırsan, sonra planetin üzərinə və nəhayət kosmosun özünə baxanda başa düşürsən ki, bu qədər qarma-qarışıqlığın içində hardasa müharibələr baş verir, hardasa daha geniş miqyaslı hadisələr baş verir. Sən nə qədər az əhəmiyyətli insansan və sənin problemlərin nə qədər kiçikdir. Bu praktikanın iki xeyirli tərəfi var. Birincisi odur ki, biz başa düşürük ki, dünya o qədər məşğul bir yerdir ki, burada hamı öz problemlərinə qapılır və heç də insanlar düşündüyümüz qədər bizim barəmizdə düşünmürlər. İkincisi də odur ki, biz başa düşürük ki, biz bu böyük kosmosda sadəcə olaraq çox balaca, mən deyərdim ki, əhəmiyyətsiz bir hissəsi də bu kosmosun və ona görə bizim problemlərimiz də əhəmiyyətsizdir. Yəni problemlərimizi gözümüzdə o qədər şişirtməyə ehtiyac yoxdur. Əminəm ki, bir müddət praktik etdikdən sonra siz bu məşqin mütləq faydasını görəcəksiniz. Dostlar, başqalarının fikirlərinə əhəmiyyət vermək tamamilə təbii bir haldır. Belə ki, o bizə əcdadlarımızdan miras qalıb. Çünki bizim əcdadlarımız milyon illər əvvəl qruplar şəklində hərəkət etməli idilər ki, onlar sağ qala bilsinlər. Çünki yırtıcılardan qorunmalı idilər, yemi birlikdə axtardılar və əgər qrup tərəfindən qəbul olunmurdunsa, çıxdaş olunurdunsa, o zaman yırtıcılara yem olacaqdın və yemək tapa bilməyib məhv olacaqdın. Bundan əlavə bu həm də çoxalmaq üçün vacibdir. Belə ki, əgər sənin sosial əlaqələr qurmaq qabiliyyətin yaxşı idisə və başqaları tərəfindən bəyənilirdinsə, o zaman sənin cüt tapmaq ehtimalın çoxalırdı. Bu genetik kodlanma əcdadlarımızdan bu günə qədər bizə gəlib çatır və indi bizim sağ qalmağımız üçün cəmiyyətə inteqrasiyamız o qədər əhəmiyyətli olmasa da, yenə də cəmiyyətdə hansısa sosial normaları gözləmək vacibdir. Amma bunu təşviş halına gətirərək öz xoşbəxtliyini qurban verəcək qədər yox. Sonda isə Marcus Aurelius'un çox sevdiyim bir ifadəsini demək istəyirəm. Marcus Aurelius deyir ki, niyəsə biz özümüzü hamıdan çox sevirik, amma başqalarının fikirlərinə öz fikirlərimizdən daha çox əhəmiyyət veririk. Arzu edirəm ki, özünüzü həm çox sevəsiniz, həm də öz fikirlərinizə daha çox əhəmiyyət verəsiniz. Videonu izlədiyiniz üçün təşəkkür edirəm dostlar.